Əli Əkbər ağa bu yerdə oxlandı. Bu yerdə bədəni tikə-tikə doğrandı. Əli Əkbər ağa şəhid olması ilə İmam Hüseyin əleyhissalam buyurdu ki, bundan sonra mənim belim sındı. Kil olsun sənin başıma. Ey dünya ki, sən Əli Əkbəri itirdin. Əli Əkbəri bu yerdə şəhadətə yetirdilər. Ələ lənətullah ələl qovmüz zalimin. La havlə və la quvvətə illa billahil əliyyul azim. Əli Əkbər ağanı yad eləyək, sələvat zikr eləyək. Əlqəmə adlanır. Fərat çayının bir qoluydu ki, Əbəlfəz ağa gəlir bu yerə, bu görürsünüz sütun ki var. Bu yerdə gəlir, su doldurur. Su qabına su doldurur ki, aparsın xeymələrə. Uşaqlar onu gözləyirdi. Orada olan xanımlar gözləyirdilər ki, Əbəlfəz ağa su gətirəcək. Gəldi, əlini saldı, bu yerdən su içmək istəyəndə içmədi. Bayaq da ərz elədim sizə ki, buradan su içmədi. Dedi, hamı susuz olduğu halda Əbəlfəz niyə su içsin? Əbəlfəz ağa gəlsə də bura, su götürsə də belə, içsə də belə problemi yox idi. Amma özünə sıxışdırmadı ki, ey nəfs, bir halda ki, sənin dostların, yaxınların, hər kəs susuzdular. Sən də bu sudan içsən olmaz. O səbəbdən Əbəlfəz ağa bu sudan içmədi və su qabını doldurdu. Buradan aparanda xeymələrə onun qabağını kəsdilər və ağamızı şəhid elədilər.